Bakıda görünən naməlum həşəratlar əslində nədir? Son günlər Bakının müxtəlif ərazilərində minlərlə qanadlı həşəratın görülməsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəzi paylaşımlarda onların naməlum və ya təhlükəli canlılar olduğu iddia edilsə də, bunlar əslində qanadlı qarışqalar. Bu həşəratlar qarışqaların çoxalma dövründə yuvadan çıxan erkək və ana fərdlərdir. İsti hava və əlverişli rütubət şəraiti yarandıqda, onlar eyni vaxtda havaya qalxaraq cütləşmə uçuşu həyata keçirirlər. Bu təbii proses hər il dünyanın bir çox ölkəsində müşahidə olunur. Qanadlı qarışqalar insanlara hücum etmir, xəstəlik yaratdıqlarına dair etibarlı elmi sübut yoxdur və onların kütləvi görünməsi adətən yalnız bir neçə gün davam edir. Cütləşmədən sonra erkəklərin əksəriyyəti ölür, kişi qarışqalar isə qanadlarını ataraq yeni yuvalar qurmağa başlayırlar. Axşam saatlarında bu həşəratlar işığa cəlb olunduqları üçün küçə lampalarının, eyvanların, pəncərələrin ətrafında daha çox görünürlər. Buna görə də pəncərələri tor quraşdırmaq və gecə lazım işıqları söndürmək onların evlərə daxil olmasının qarşısını almağa kömək edə bilər. Sosial şəbəkələrdə yayılan şayələrə baxmayaraq, hazırda bu həşəratların yeni və ya təhlükəli növ olması ilə bağlı rəsmi və elmi tətbiqlənmiş məlumat yoxdur. Görünən mənzərə təbiətdə vaxtaşırı baş verən normal bioloji hadisələrdən biridir. Bilməlisiniz ki, bəzən təbiətin ən qəribə görünən hadisələrinin belə çox sadə elmi izahı olur.